Qərbi Azərbaycanın ümumiyyətlə müxtəlif bölgələrində bu bayram şənliyi keçirilərdi. Qərbi Azərbaycanda da onun kimi. Qərbi Azərbaycanın ayrı-ayrı region folkloru indi çap olubdur. O region folklorunu izləyəndə orada həmən bayramlarla bağlı Qərbi Azərbaycanın məsələn Ağbaba folkloru, İrəvan folkloru, Göyçə folkloru, müxtəlif regionların və Dərələyəz folkloru. Qalın bir kitab Həsən müəllimin. Orada nə qalın yükdür deməmiş. Həsən müəllim bütövlükdə bildiklərini, o körpəlikdən öyrəndiklərini hamısını xalqa təqdim edib. Siz busunuz, buna sahib durun bu mədəniyyətə. Siz bu mədəniyyətlə gedəcəksiniz. Sizin yolunuz budur görsədibdir. Və o folklorda bayramın, hər bir regionda keçirilən bayramın özünə məxsusluqlarını, onların ortaqlıqlarını müqayisə edəndə və eyni zamanda yaxınlıqlarından əlavə müəyyən element fərqliliklərini müqayisə edəndə görürsən ki, bu xalq nə qədər zəngin olur. Məsələn, bir Dərələyəzli ilə bir Göyçəli oturub söhbət edəndə bu bayramdan danışır, o deyir, bizdə bunu da edərlər. Bəli. Bu da deyir, bizdə bunu etməzlər, ya edərlər. Yəni, hətta o mahallar arasında bəzi, təbii, bəzi kiçik fərqlər də olur. Amma ümumilikdə təbii ki, bu milli bayramdır. Kod etibarilə xalqı etibar edir. Təbiətin yenilənməsi, cəmiyyətin yenilənməsidir.